Salamlar, vaxtınız xeyirli olsun. Bugün sizə Masazır qəsəbəsində 6 nömrəli məktəbin düz yaxınlığında demək olar ki 3 mərtəbəli 4 otaqlı geniş belə bir ev təqdim edəcəyik. İndi 3 mərtəbə deyəndə sizə deyərik ki, nəyi nəzərdə tutduq, 3 mərtəbə dedik. Gördüyünüz kimi belə bir geniş həyəti var. Evimizin də ki bayır vidini görürsünüz. Yəni birinci mərtəbəsi belə həm padval, həm birinci mərtəbə demək olar. İndi hal-hazırda düşürük birinci mərtəbəyə. Dediyimiz birinci mərtəbəyə. Gördüyünüz kimi kombi xətləri burada çəkilib. Evimizin kombi sistemi burada qoyulacaq. Belə bir, yəni tamirsiz, belə bir otaqlar da burada var. Belə bir otaq. Gördüyünüz kimi geniş bir otaq, tamirsiz. Bu, belə bir həm koridor, həm koridor, həm də otaq kimi belə bir yeri də var. Belə də bir qonaq otağı kimi geniş bir otağı da var. Yəni hardasa bu 3.40 hündürlüyündədir. Bu belə sayaq ki birinci etajdır və evimizin remont olan hissəsi 4 otaqdır. Burada da gördüyünüz kimi 2 dənə köməkçi otaq var. İndi sizə evi təqdim edəcəyik. Belə bir geniş belə bir həyəti də var. Həyətin işıqlandırması da var. Gördüyünüz kimi belə geniş bir dəhliz bizi qarşıladı. Dəhlizdən solda belə bir gözəl dizaynlı belə bir qonaq otağı. İndi sizə mətbəxi də təqdim edəcəyik. Mətbəx də qonaq otağından heç də dala qalmır. Belə bir mətbəxi də var. Gördüyünüz kimi mətbəxin uzunluğu hardasa bir 7-8 metr var. Ev birinci mərtəbəsi tam şəkildə istifoldur. Gördüyünüz kimi gözəl kafirlər də qoyulub. Burada santer qoşağı yaddan çıxdı. Santer qoşağını da sizə təqdim eləyək. Belə bir geniş gördüyünüz kimi bir santer qoşağımız da var. İkinci mərtəbədə 3 dənə geniş yataq otağı var. İndi sizə ikinci mərtəbəni belə birlə götürəndə üçüncü mərtəbəni də təqdim eləyəcəyik. Belə bir yataq otağı, qonaq otağı boyda bir yataq otağı. Tam şəkildə pəncərənin qabağı görürsünüz, açıqdır. Öz həyətinə baxır, şəbəkə pəncərələrdir. Yəni 1 ilə 2-nin arası monolit betondur, 2 ilə də 3-ün arası monolit betondur. Birinci remontsızı nəzərdə tutmaq şərti ilə deyirik. 1, 2, 3. 2 dənə monolit betonu var. Gördüyünüz kimi beləncə də yataq otaqların bütün pəncərələrin qabağı tam şəkildə açıqdır. Günəş işığı rahatçılıqla evə daxil ola bilir. Bu da 3-cü yataq otağıdır. Bu da 2-ci mərtəbədə olan geniş santer qoşağımızdır. Ev dediyimiz kimi 6 nömrəli məktəbin tam yaxınlığında yerləşir. Evimiz 115.000 manatla satışa çıxıb. Real müştərimiz üçün də endirim olacaq. Videomuzu bəyəndinizsə kanalımıza abunə olmağı unutmayın. Öncədən təşəkkürümüzü bildiririk.